Verilişin baş sponsoru Kalsi D3 Nikamed. İdman həkimi, fizioterapevt Fərid Səlimovun sponsorluğu ilə Ay Həkim verilişinə baxırsınız. Salam, hər vaxtınız xeyir olsun, əziz tamaşaçılar. CBC Sport'a baxırsınız. Ay Həkim efirdədir, studiyada Doktor Tutu Zeynalovadır. Bugün çox maraqlı bir mövzu ətrafında söhbət edəcəyik. Bütün mövzularımız maraqlıdır təbii ki. Amma bugünkü qonağı xüsusilə gözləyirdim. Əslində Ay Həkim verilişi başlayanlar elə deyirdim ki, Samir doktor, siz Azərbaycana nə vaxt gələcəksiniz? Qismət bugünəymiş. Öyrəndim ki, doktorumuz Azərbaycandadır və dərhal verilişimizə dəvət etdim. Məsələ burasındadır ki, bugünkü qonağımız həkim nevroloq doktor Samir Həşimovdur və Samir doktor Almaniyada çalışır. Artıq uzun illərdir. Düzdür, müəyyən bir vaxt Azərbaycanda da pasiyent qəbulu olurdu, amma nəsə son illər Azərbaycana gec-gec gəlir. İndi səbəbini onun özündən də soruşacağıq. Xoş gəlmişsiniz. Xoş gördük. Çox şadam sizi görməyimə bizim studiyamızda nəhayət qismət oldu bugünə. Və mən istəyərdim nevrologiya haqqında danışacağıq, nevroloji xəstəliklər haqqında danışacağıq. Amma son vaxtlar Azərbaycanda, Azərbaycan mediasında, yəqin ki, siz də izləyirsiniz, belə qalmaqallı mövzular oldu. Plastik cərrahların fəaliyyəti müzakirə olundu. Bu yaxın günlərdə bir kosmetoloq xanım, ümumiyyətlə sən demək həkim deyilmiş, amma buxaq nahiyəsində liposaksiya əməliyyatı icra edirmiş və bu kimi hadisələr, xoşa gəlməz hadisələr oldu Azərbaycanda. Təbii ki, həkim səhvi dünyanın hər yerində ola bilər, amma mən istəyirəm yenə də sizin də fikrinizi alaq. Bugün müasir tibbin problemləri, müasir təbabətdə vəziyyət necədir? Niyə Avropalaşa bilmirik? Bəlkə Avropalaşmamalıyıq bu mövzuda. Siz nə düşünürsünüz? Əvvəlcə çox sağ olun, çox təşəkkür edirəm dəvət elədiyinizə görə. Həqiqətən də bu verilişə gəlməyi çoxdandan planlaşdırırdıq, amma bugünə qismət oldu. Bir daha təşəkkürlər. Sizin sualınıza gəldikdə isə Avropalaşmaqla əslində əlaqəsi yoxdur. Mən əvvəl efirdə dəfələrlə bunu səsləndirmişəm. Yenə də deyirəm, hamısı gəlir durur insanlığın başında. İstər az öncə sadaladınız ki, həkim səhvləri olsun, xəstə ölümləri olsun. Bunlar artıq mediamızda o qədər şişirilib ki, o qədər rezonans yaradıb ki, lətifəsi buradan uzaq, bütün jurnalistlər deyək, hamısı əlində bir kamera, kiminsə ölümünü gözləyir ki, həmin dəqiqə hücum eləsinlər, paylaşsınlar, reyting qazansınlar. Amma heç kim bu işin kökündə nə durur, ona enmək istəmir. Heç kim bu barədə nə araşdırma aparmaq istəyir, nə danışmaq istəyir. Hamı odur ki, mənim xəbər saytında bu xəbər minlərlə tıklandı, izləndi. Yəni, mənim fikrimə görə işin başında yenə də insanlıq faktoru durur. Ən birincisi, adicə basit bir örnək deyək də, bu telefonu almaq üçün hər hansı bir dükana gedəndə bu telefonu satan insana 50 dənə sual veririk. Başqa bir yerdən maraqlanırıq, qiyməti ilə maraqlanırıq. Bunun kamerası nə qədərdir, nə qədər deyil, qarantiyası varmı, yoxmu? Funksiyaları. Hər bir şeyi, ən azı bir 2 saat vaxt ayırırıq buna. Amma insan həyatı o qədər dəyərsizləşdirilib ki, hər hansı bir estetik olmasının fərqi yoxdur. Hansı bir əməliyyat olursa olsun, kiminsə məsləhəti ilə, qonşunun, tanışın, bilişin, Instagramda qabağına çıxan reklamın məsləhəti ilə qalxır, gedir ora, heç bir şey soruşmadan, maraqlanmadan bıçaq altına yatır və belə də ağır nəticələr ortaya çıxır. Ən birinci, dediyim kimi, insanlar öz canlarına dəyər vermirlər. Yəni, heç kim istəməz ki, heç bir həkim olsun və yaxud da ki, həkim diplomu olmayıb, həkim kimi çalışan, işləyən, yəni onları da günahsız demirəm təbii ki, insanlar olsun, istəməz ki, əlində kimsə xəsarət olsun. Yəni, heç bir insan bunu istəməz. Biz səhərdən axşama qədər yoldayıq, maşın sürürük, istəmərik ki, bir qəza çıxsın, kiməsə bir zərər verək. Hələ ki, həkimlər bunu heç istəməzlər. İnsanlar niyə bir-birinin canına qəsd eləsinlər ki? Amma hər şeyin başında cahillikdən yola çıxacam. Cahillik durur. Dediyim kimi, estetik qoyaq bir qırağa, başqa bir hər hansı bir əməliyyata gedəcək. Tutaq ki, öd kisəsi, öd kisəsi əməliyyatı.
Məsəl üçün, gəlin müqayisə edək. Almaniyada gəlmişəm, öd kisəsi əməliyyatı olunacam. Məni nə gözləyir? Burada bilirik, gedirsən cərrahın yanına, deyir, alaqol çək ki, buna nəsə olsa mənlik. Bax, elə bax ondan başlayaq. Nəsə olsa sənlikdir. Almanlar buna deyirlər Aufklärung. Yəni, izah etmə, anlatma. 4-5 səhifəli idi. Adicə KT-sindən tutmuş, kompüter tomografiyasından tutmuş, MRT-sindən tutmuş, LP olsun, bəzi qan analizləri var, onlar olsun. Hamısında bildiyin Aufklärung olunur xəstə. Yəni ki, izah edilir. Mən asistan dönəmlərimdə illərlə bunu etmişəm. İllərlə. Yəni xəstəyə tutaq ki, qan durulaşdırıcı terapiyaya başlanılacaq. Onun üçün gedirsən xəstənin yanına, başlayırsan. Bir-bir o kağıza da yazılıb, əvvəlcə verirsən ki, oxu, indi gəlib sənə izah eləyəcəm. Oxuyandan sonra bir 15-20 dəqiqə NOAC terapiya nədir, OAC terapiya nədir, qan durulaşdırıcı nədir, niyə görə verilir, risk faktorları nədir, səni nələr gözləyir. Yəni, bu qədər riskin olmasına rağmen niyə görə sənə bu qan durulaşdırıcını veririk, verməsək nə fəsadlar olacaq. Bunların hamısını izah elədikdən sonra olma ehtimalı nə qədərdir? Hamısını izah elədikdən sonra mən imza atıram ki, mən bunu xəstəyə izah etdim. Tarix və saat. Ondan sonra xəstə, əgər bu izahatdan sonra orada yazılır ki, bənd var. Oxudum, başa düşdüm, imza atır. Yəni, mən həqiqətən də bu barədə məlumatlandırıldım və mən bu riskləri qəbul edərək bunu eləyirəm. Yəni, KT mən Azərbaycanda görməmişəm. Nəinki Azərbaycanda, nə Türkiyədə, nə başqa bir də görməmişəm ki, kompüter tomografiyasında izah, yəni ki, Aufklärung, yəni ki, o kağıza imza attırsınlar və yaxud ki, izah eləsinlər. Razılıq kağızı. Hamı sırayla gəlir, kreası neçədir, TSH neçədir, girdi, çıxdı, fiso. Bitdi. Bu qədər basit. Normal, məsələn, öd daş əməliyyatıdır. Gəldi, ən birincisi, bunun bir-bir risk faktorları nələrdir? Laparoskopiya olacaq, yoxsa açıq olacaq, nə vaxt laparoskopikdən sonra açığa keçə bilərlər, riskləri nələrdir, ölüm halı nə vaxt baş verə bilər, bunların hamısını. Daş axara düşərsə, mexaniki sarılıq olar və s. Hamısını izah eləyəndən sonra geri qalan xəstəyə buraxılır. Uzağa getməyə ayın 23-də mənim atam əməliyyat olundu. Keçmiş olsun. Amma xəstəxanada eyni şeyi mən yaşadım. Yəni, mən həkim idim deyə bilirdim, onun üçün də heç izah etməyə imkan vermədim. Amma sağ olsun, ağa kişi doktor məsələn. Ağa kişi doktorun asistanı gəldi, qabağıma qoydu və dedi ki, doktor, bilirsiniz, bilirəm, amma sizə izah eləmək istəyirəm. Dedim, ehtiyac yoxdur. Dedi, yox, mən yenə də qısa danışım. Bir-bir stentin riskləri nələrdir, nə baş verə bilər, o ola bilər, bu ola bilər, bu ola bilər. Ondan əlavə ağa kişi doktor əməliyyatxananın qabağında mənlə bir də danışdı. Dedi, hocam, bax, bilirsən, bu riskləri var, darlığı özün məndən də yaxşı bilirsən, vəziyyət budur, razısansa girək əməliyyata. Dedim, girək, bərabər girdik əməliyyata. Yəni, belə deyim də, bu, bəzi insanların həkimə güvənindən irəli gələ bilər, amma bəzi insanların cahilliyindən irəli gələ bilər. Amma yenə deyirəm, burada söz konusu insanın canıdır, sağlamlığıdır. Bilirsiniz necədir? Məsələ burasındadır ki, əməliyyata qədər heç bir sorğu-sual olunmur həkimdən də. Xəstə gedir kör-köranə, imza atır ki, əməliyyata gəlmişəm, güvənirəm, bilirəm ki, bu həkim deyək ki, yaxşı olacaq. Və yaxud bu və ya digər məsələdə israr edir, həkimin işinə qarışır. Yox, bunu belə eləmə, belə elə, mən filan preparatı içim. Bəzən həkim yola gəlir ki, yola gəlməməlidir məncə. Amma problemi olanda pasiyentin yadından çıxır özü həkimə təzyiq göstərməsi, özü israr eləməsi ki, bu əməliyyatı elə və yaxud etmə. Deyir ki, mən bilmirdim. Sən ki, həkim idin, sən bilirdin bu belə ola bilər. Niyə mənə demədin, niyə bu əməliyyatı elədin? Belə hallarda olur. Hamısının da başında nə durur? Ünsiyyət problemi. Bizim insanlarımız vaxta, pula, öz sağlamlığına qənaət eləmir. Hər hamısını aşırı dərəcə, ifrat dərəcədə israf eləyir. Amma sözlərinə qənaət eləyirlər. Siz demiş, bir brend çanta alanda, telefon alanda 100 dəfə soruşuq, suya düşsə nə olar, rəngi gedər və s. Gəlib həkimə artıq 2 dənə sual vermir və yaxud da ki, həkim danışanda saxlayır ki, bilirik də onsuz da. Amma dəfələr nə oldu? Məsələn, mediada xəstə ölümləri olub, həkim səhvi deyirlər. Yəni, Almaniyada olmur həkim səhvi, xəstə ölümü. Mənim 2021-ci ilə qədər 209 dənə əlimdə xəstə ölüb. Yəni, bunu mən Könül xanımın verilişində demişdim ki, bəs xəstəxanada xəstələr ölür. Bəs xəstə harda ölməlidir, mənim əzizim? Harda ölməlidir? Yəni, bu xəstəxanada ölməlidir, harda ölməlidir?
Bizdə ona görə xəstəxanalarda bəzən Götürmürlər. olur ki, xəstənin vəziyyəti çox pisləşəndə deyirlər aparın evdə, çünki xəstəxanada ölüm sayı az olsun. Götürmürlər bəzi qorxudan xəstəxanalar xəstəni qəbul eləmirlər. Yəni mənim öz sahəmdən deyirəm də Azərbaycanda Siz ağır nevrologiya xəstələrlə işləyirsiniz, insultlu xəstələrlə Sözsüz. işləyirsiniz. Yəni ki- Reanimasiyada çox görürsünüz bu pasientləri. amma ki Azərbaycanda nevrologiya ambulator nevrologiya çox güclü səviyyədədir, amma stasionar yox səviyyəsindədir. Hətta sizin verilişinizdə idi, səhv eləmirəmsə, o vaxtlar 2017, 2016, 2017-ci ildə idi. Mən o zamanlar demişdim 16, ki, Azərbaycanda insult mərkəzi qurmağa mən hazıram. Hər cür dəstək olmağa hazıram. Strok unit quraq, bunu eləyək, bunu eləyək, bunu eləyək. Yəni o vaxtdan bu günə qədər mən 9 il Azərbaycanda keçib. normal strok unit görməmişəm hələ. Nuran Abdullayev çalışdı, burada nəsə bir şey eləsin. Mənim protokol Nuran doktor yoldaşımdır. olub bizim verilişimizdə. Mənim protokol yoldaşım Nuranla bir yerdə oxumuşuq. O da çalışdı bir şeylər eləsin. Sonra Günel doktor var Qardaşova. O da yeni gəlib. O da çalışdı bir şeylər eləsin. İnsult mərkəzi falan. Amma ki nə maddi cəhətdən xəstələrin buna gücü çatacaq. Çünki çox bahalı Amma indi prosedurlardır. icbari tibbi sığorta ödəyir pasientlərin, yəni bir çox hətta ürəyə qoyulan stentlərin də ödəyirlər. Yox, ödəməyinə ödəyir, amma insanlarımız maariflənməyib axı. Ən Orada birinci pasiyenti vaxtında xəstəxanaya çatdırmaq məsələsi var. Ən Deyəsən ki, neçəsə birincisi, saat bəli. vaxtımız var. tutaq xəstə insult keçirir saatda da. Saatda ən yaxın insult mərkəzi hardadır? Bakıda. 20 dəqiqə ərzində xəstə, yəni protokola görə Çatdırılmalıdır. 20 dəqiqə ərzində çatdırılmalıdır. Maşın çatdırmırsa helikopter getməlidir, vertolyot getməlidir. İndi Gətirib bundan çatdırmalıdır. başqa da bir məsələ var ki, o xəstənin yanındakı insanlar hələ başa düşənə kimi ki, bu insult keçirir. Əvvəlcə Sonra təcili tibbi yardım çağırana kimi, təcili tibbi yardım gəlib diaqnozu təsdiqləyib, xəstəxana tapıb, ora aparana kimi o 20 dəqiqədən çox vaxt keçir. yəni ki 20 dəqiqə əslində protokolda deyir ki, insult şübhəsi olan xəstə 20 dəqiqə ərzində xəstəxanaya çatdırılmalıdır. Niyə görə? Çünki ilk 8 saat ki 8 saat kitabda deyilir. Biz 6 saatdan artıq götürmürük artıq onu. Yəni müdaxilə vaxtı. Yəni 8 saat, 6 saat, 24 saat, yəni bəzi burada fərqli protokollar var, fərqli situasiyalarda müdaxilə eləmək olur. Amma ki Necə mümkün deyil. müdaxilə edirsiniz? Deyək ki, strok mərkəzi varsa bu xəstələrə Ən necə kömək birincisi, edirsiniz? yəni ki, güclü qandurlaşdırın. Əvvəlcə müəyyən olunmalıdır ki, işemikdir, hemorajikdir. İşemikdə müdaxilə eləmək olur. Baxırsan ki, tutulan böyük damarlardır ya kiçik damarlardır. Böyük damarlardırsa invaziv olaraq girib kateterdən çıxartmaq olur, absorpsiya çıxartmaq olur və yaxud da ki, damar tutulubsa stent falan, yəni ki, bunlar invaziv radioloqların və yaxud da ki, invaziv nevroloqların işidir ki, bizdə radioloqlar eləyir genəlliklə. Amma və yaxud da ki, xırda damarlardadırsa, o zaman da lüzoterapiya deyirlər, yəni güclü qandurlaşdırıcı verirlər ki, həmin trombu oradan əritmək üçün. Bunun da öz riskləri var. Yəni belə deyim də gətirisini, götürüsünü qiyaslamaq lazımdır, müqayisə etmək lazımdır ki, nəsə Xəstə bir şey. üçün risk Bəli. və üstünlük nə dərəcədədir ki? Burada da gəlir ikinci ən böyük problem. Tutaq ki, xəstə insult keçirdi yolda. Bunu təcili tibbi yardım gətirdi, yerləşdirdi xəstəxanaya. Xəstənin keçmiş xəstəlikləri barədə heç kim məlumatı yoxdur. Xəstənin Anamnez. içdiyi dərmanlar barədə heç kimin müalicəsi xəbəri yoxdur. Azərbaycanın mən yenə də deyirəm, ən böyük problemlərindən biri də ailə həkiminin olmamasıdır. Bir ailə həkiminin olması, xəstənin mütəmadi olaraq ora getməsi Bəlkə xəstənin də heç gəlib insulta çıxmaz. çox şeyini dəyişir. Həqiqətən də çox şeyini dəyişir. Bu dəqiqə Azərbaycanda, yəni nevrologiyanı, onu, bunu hamısını bir kənara qoyaq, ən böyük defisit ailə həkiminin olmamasıdır. Və biz əslində praktik həkimlər istəmədən bir neçə ailənin həkimi olmuş oluruq. Bəli. Mənim ətrafda çox ailə var ki, onlar hər xırda şeydə mənə zəng edirlər. Onların bütün analizlərini bilirəm. Bir problem olanda mən yönəldirəm hansısa həkimə və mən istəsəm də, istəməsəm də sən ölüm, mən ölümdən onların ailə həkimi olmuşam. Və istər-istəməz, Faktiki olaraq. bu bir reallıqdır, amma bəzən də vaxt çatdırmaq olmur. Kimsə tanış, bilir, şəkil göndərir, analiz göndərir, bir şey göndərir. Günlər sonra cavab yazmağa vaxt tapırsan, o da artıq iş işdən keçmiş olur. Mən onu tapmışam. Anama vermişəm bir siyahı. Uşaq həkimi istəsələr bu nömrəni ver. Reanimatoloq istəsələr bu nömrəni ver. Travmatoloq istəsələr bu nömrəni ver ki, qohum əqrəbə hər dəqiqə zəng eləyib nəsə soruşmasın. Çünki əks halda işləyə bilmirik. Pasientlərlə işlədiyin işin qızğın vaxtı kimisə nəsə lazımdır, nə ona yox deyə bilmirsən. Burada xəstə deyir ki, qəbulda gəlmişəm, pul ödəmişəm, diqqətim məndə olsun. Bəli. Yəni faktiki olur. Mənim də xoşuma gəlməz həkimin yanına gedim, həkim başqa xəstə ilə danışsın, məşğul olsun. Yəni bu məsələlər də var. Mənim məsləhətim ondan olardı ki, yəni ən azından bir insan həkimə getməmişdən qabaq öz xəstəliyi barədə bir normal bir məlumat toplasın. Yəni gəlib həkimə
pul verirsə və yaxud da sığorta ilə gəlirsə, yəni zaman harcayıb gəlirsə belə, ən azından həkimi düzgün məlumatlandırsın. Öz xəstəlik gizlətməsin. keçmişini Bir də gizlətmə məsələsi var bizdə. Yəni burada ayıb bir şey yoxdur. Yəni bəzi insanlar var, mən özüm rastlaşmışam ki, allergiyan olmasını ayıb kimi bilirlər. Allergiyan var, yox, nə danışırsan, nə allergiya? Deyirəm ki, yəni burada ayıb bir şey yoxdur, yəni bu normal bir şeydir. Və yaxud da hər hansı bir antidepressantı içməyi özünə sığışdırmır. Yəni gizlədir, saxlayır. Yəni dediyim kimi, kommunikasiya problemidir, ən böyük problem. Əslində, ailə həkimi ixtisası 6 il tibb təhsilindən sonra rezidenturaya daxil ola bilməyənlər ailə həkimi olur və bunlar poliklinikalarda fəaliyyət göstərirlər. Sahə poliklinikaları var və həmin sahə poliklinikalarında, deyək ki, Binəqədi rayonu ərazisində bir neçə poliklinika var, müəyyən ərazilərə baxırlar və sahə həkimi var ki, bu ərazinin sahə həkimi, necə ki, uşaqların pediatrı var, eləcə də böyüklərin sahə həkimi var. Əslində, biz ilk növbədə onlara müraciət etsək, onlarla təmasda olsaq, problemimizin, sağlamlığımızda yaranan hər problemi onlara desək, elə onlar bizim ailə həkimimizdir və onlar lazımi instansiyalara. Amma necəsə yəqin ki, bu vahid bir sistem olmalıdır ki, bir necə ki, əlaqə nömrəmiz var, eləcə də bu FIN kodla mı, necəsə girib sistemdən bu xəstənin hər şeyi haqqında məlumat olmalıdır. Yəni o biraz da özəl məlumatlar hacklənə bilər. Məsələn, Türkiyədə hamı girib baxa bilər özəl məlumatlara. Yəni artıq piyasada açıq satış kimi bir şeydir. Yəni o biraz Datenschutz deyirlər almanlar. O cəhətdən biraz çətindir. Amma ki, özəl xəstəxanalar götürək. Mən əminəm ki, Azərbaycanda minlərlə insan var, bunu qəbul edəcəklər. Heç bir şey yox. Adi bir MacBookların aylıq sığortası 100 manatdan qədərdir səhv eləmirəmsə. Bir insan ay ərzində hər hansı bir özəl xəstəxananın ailə həkimi bölümü yaradılsa, ayda bəlli bir ücret qarşılığında heç bir şey, sadəcə olaraq vaxtında deyəcək ki, sənin bu analizin vaxtı çatıb, get bunu kontrol etdirsən, bu müayinədən keçməlisən, bu dərmanlar üçün rutin müayinələr. Aylıq özəl xəstəxanalarda bir kabinet yaradılsa. Məsəl üçün 40 yaşın var, ananda deyək ki, süd vəzi xərçəngi var, ildə bir dəfə mamografiyaya gəl, səndə prostatda problem var idi, gəl PSA-nı ver, bax vəziyyət necədir? Məsələn, normal qan təzyiqinin gündəliyi tutulsun, onun kontroluna getsin ayda bir dəfə. Özəl xəstəxanalar bunu başlatsa, yəni hamı xaricdən həkim gətirməyin peşindədir, bir böyük əməliyyatxana qurmaq peşindədir. Həqiqətən də həm gəlirləri çox olar, həm də ki, insanlar biraz rahatlayar, həm də daha ağır fəsadlara gəlib çıxmaz. Ağırlaşmalar daha az olar. Çünki bəzən reallıq ondan ibarətdir ki, yadımda deyil, bu yaxınlarda bir nəfər yazmış ki, o həkim mənim atamı öldürdü. Və məlum oldu ki, araşdırdım o məsələni. O ata elə vəziyyətdə gəlib ki, xəstəxanaya. Həkim yazıq heç çatmayıb ona kömək eləməyə. Amma ad oldu ki, atam falan həkimin əlində öldü. Vəssalam, o həkimə başlayırlar anti-reklam eləməyə. Həkim niyə sənin atamı öldürsün? Həkim niyə sənə pislik eləmək istəsin? Hamı istəyir ki, xəstəsi sağalsın. Bu insanların maariflənməyi ilə əlaqəli bir şeydir. Yəni, heç kim günahı özündə görmək istəmir. Bəli, təəssüf ki. Və insanın özünü tatmin etmək duyğusu olsun, egosunun tatmin duyğusu olsun və günahı başqasına itələyərək özünü orada haqq qazandırmaq, yoxsa ki, necə olacaq? Yəni, indiyənə qədər ciddiyə alınmamış bir xəstəlik var. Yəni, kim? Ailə yaxınları da yəni, bunu görüb reaksiya verməyiblər. Adam ölüb, kimisə boynuna yıxmaq lazımdır axı bu günahı. Öz vicdanlarını sakitləşdirmək. Ən rahatı həkimin boynuna yıxmaqdır. O ki, qaldı o diplomsuz həkimlər, onlar bunlar. Onlar üçün də dövlətin öz qurumları var. Hansı ki, indi başlayıblar bir-bir yoxlamağa. Ki, bunu daha əvvəllər yoxlamalıydılar, amma başlayıblar artıq yoxlamağa. Bunları bir-bir yoxlayacaqlar, ortaya çıxardacaqlar təbii ki. Yəni, zamanla məncə bunlar hamısı yerinə oturacaq yəni, və... Almaniyada olmuşdu, məsələn, Erlangen şəhərində, səhv eləmirəmsə, bir damar cərrahı idi. Neçə ildən sonra ortaya çıxmışdı ki, bu adamın diplomu yoxdur. Yəni, bu amma damar cərrahı işləyir. Bəli, dünyanın hər bir yerində olur. O deyirlər, sağ ayağı əvəzinə sol ayağı kəsmək. Almaniyada dəfələrlə olub belə bir şey. Yəni, dəfələrlə olur belə bir şey. Yəni ki, o sadəcə olaraq Azərbaycana, ölkəmizə, yəni ki, qaralamağın mənası yoxdur. Amma danılmaz faktdır ki, Azərbaycanda son, deyərdim ki, 20 ildə tibb çox inkişaf edib. Həm həkimlərimiz çox öz üzərində işləyirlər, həm xaricdə oxuyub qayıdan həkimlərimiz çox oldu ki, bunlar da bir çox əməliyyatlar var ki, artıq onun üçün heç xaricə getməyə ehtiyac da olmur. Hətta hərdən mənə yaxından soruşurlar ki, bu problem deyil, bəlkə aparaq Türkiyə və s. deyirəm, valla ehtiyac yoxdur da, eyni keyfiyyətdə xidməti 5 dəfə daha ucuz siz Azərbaycanda ala bilərsiniz. Yəni, bu haqda da danışarıq, mümkünsə biz reklamlardan sonra.
Sırada reklamlarımız var dostlar və mən istəyirəm öz təşəkkürümü bildirim verilişimizin baş sponsoru Ştada şirkətinə. Kalsium döyüş Nikomet, portağal və limon dadlı çeynəmə tabletlərini Ştada şirkəti sizə təklif edir. Kalsium və D vitamini defisitinin profilaktikası məqsədi ilə həmçinin kalsium və D vitamini defisiti riski olan pasientlərdə osteoporozun müalicəsi zamanı əlavə terapiya qismində kalsium və D vitaminin qəbulu üçün nəzərdə tutulub. Kalsium döyüş Nikomet 25 ildən artıq mövcuddur, sınanmış preparatdır. Hamilələr və 3 yaşından yuxarı uşaqlar da istifadə edə bilər. Təşəkkür edirik baş sponsorumuz Ştada şirkətinə. Digər sponsorumuz Böyük Britaniya təhsilli idman həkimi Dr. Fərid Səlimovdur. Fərid Səlimov müasir fizioterapevtik yanaşma ilə sizin xidmətinizdədir. Çox gözəl, möhtəşəm komandası var. Diz, onurğa, çiyin, əzələ ağrılarından artıq daha tez və müasir idman yanaşması ilə müalicə oluna bilərsiniz. Yetər ki, vaxtında müraciət edin. 055 318 83 94 nömrəsinə zəng edərək doktorun qəbuluna yazıla bilərsiniz. Reklamlara baxaq, daha sonra həm pasientlərin, həm həkimlərin razı qalması üçün nələr edə bilərik, xaricdə yaşayan həkimimizdən öz təcrübələrini bölüşməyi xahiş edəcəyik. Verilişin baş sponsoru Kalsi D3 Nikomet.